Dolma nə tənha bir dənə əsl qəzadır, bəlkə bir dənə də mədrəsə qəzadır ki, İranlılar ondan çox istifadə edirlər. Məmulən çişmiş üzümün yapraqları həm nazik olar, həm də puç olarlar. Gərək üzümün yapraqları biraz qalin olarlar, vəli turş məzə olarlar. Yapraqlar dərəndən sonra kamil ısladım. Təmiz yuvarlıq dənə-dənə ta gərdoxakları getsin. Bəzi mənatiqdə dolmanın içinə çaxkərdə də vurarlar. Vəli biz çaxkərdə vurmarıq. Düyü, yarma, 2-3 qaşıq yoğurt. Mən düyü ilə yarmanı ıslatmışdım. Ləpəni təqribən nimpəz eləmişəm. Ləpəni bişirəndə hətmən çərənlə bişirin. Ədviyələrimiz, duz izafə edərik. Çoxlu qızarmış soğan ki, mən onu sarı yağla qızartmışam. Və bir bollu da torta ki, hətmən gərək dolmaya vurasınız. Zəfəran, səbziهای معطر dolma, şüvید fəravan, mərzə və soğuzudular. Kamilən məvadda bir-birinə qatışdırıram. Qablamanın təkinə 3-4 dənə yapraq salıram. Əgər yapraqlarınız quru olsa, eləyə bilərsiniz. Onları dağ suyla pöşləyəsiniz. Dolmaların hamısını büküb qutulandan sonra üçün məmulən dolma doldurmaq çətindir. Bir daha da gərək yanınızda hətmən köməyiniz ola. Mənə böyünləmə ayları qızım köməklik eləyirik. Dolma məmulən aram hərarətinə qoyarıq pişsin. Çün az su tökərik dolmaya ki, dağılmasınlar qeynəyəndə. Ona görə hərarət gərək aram ola. Bərənci dolmalar xoşməzə olsun. Üstünə 3-4 dənə əlsə qoyaram. Məhəlli kərədən istifadə elərəm. Üstünə bir dənə boşqab qoyun. Bir dənə də ağır bir zat qoyun ki, dağılmasınlar qeynəyəndə. 1 saat təqribən qoyun pişsinlər.